Bu sual xəritə sualıdır. Göründüyü kimi Avropanın xəritəsi göstərilmişdir və sualın şərtinə nəzər salsaq, ərazilərə Osmanlı dövləti tərəfindən müstəqillik verilməsinin xronoloji ardıcıllığını düzməyi bizdən tələb edir. Yəni, xronoloji ardıcıllıq hadisələrin zaman ardıcıllığı. Amma hadisələrin nə zaman olduğunu bilmək üçün əvvəlcə bu yerlərin hansı ölkə, hansı ərazi olduğunu bilməliyik ki, həmin ərazilərə də Osmanlı dövlətinin nə zaman müstəqillik verdiyini tapa bilək. Əvvəlcə ərazilərin adlarını qeyd edək. 1. Rumıniya ərazisidir. Rumıniya. 2. Yunanistan ərazisidir. 3 isə Krım yarımadasıdır. İndi bu ərazilərə Osmanlı dövləti nə zaman müstəqillik vermişdi, onları qeyd edək. 1878-ci il Berlin Konqresinin qərarlarına əsasən Osmanlı dövləti Serbiya, Çernogoriya və Rumuniyaya müstəqillik vermişdir. Əvvəla onu da qeyd edək ki, Rumıniya bu ərazidir, Serbiya bu ərazidir, Çernogoriya isə bu xırda bir ərazi hesab olunur. Yunanistana müstəqillik verib 1829-cu il Ədirnə sülhünə əsasən. Krım yarımadasının, Krım xanlığının, o dövrdə Krım xanlığı hesab olunurdu. Bu əraziyə müstəqillik verib 1774-cü il Kiçik Qaynarca sülhünə əsasən. İndi verilmiş hadisələri xronoloji ardıcıllıqla düzmək lazımdır. Baxın, əvvəlcə hansının müstəqilliyini tanıyıb? Krım ərazisini. Deməli, Krım neçə ilə işarələyib? 3 ilə. Əvvəlcə 3 yazacaq. Daha sonra Yunanistanın müstəqilliyini tanıyıb, yəni bu ərazinin, yəni 1829-cu il, yəni 1774-dən sonra 1829-cu il gəlir. Daha sonra isə 1. Berlin Konqresinə görə müstəqilliyi tanıdığı ərazi Rumıniya. Biri qeyd edəcək. Burada qeyd etdiyimiz rəqəmlər ölkələrin yerlərini işarələyən rəqəmlərdir. Oldu mu? Və bu hadisələrin xronoloji ardıcıllığı bu cür düzülür. 3, 2, 1. Doğru cavab A variantı.